Kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Hoş gördüm her birinizi yeni videomda. Bugün ben sizlerle çok dadlı, lezzetli, çoxumuzun sevimli konfeti olan Günə Baxan konfeti hazırlayacağım. Gəlin, vaxt ötürmədən keçək hazırlanmasına önceden Günə Baxanları qovurmuşam. Mütləq Günə Baxanları qovurun ki, dadı gözəl alınsın. Keçirəm karamelin hazırlanmasına. Stəkanın yarısından belə şəkər tozu götürmüşəm. Qazanın içərisinə əlavə edirəm. Ocağın altını yandırıram və qoyuram karameli əriməyə. Şeker tozunu karıştıra tam əridirəm. Tozunu 2 qaşıq da əlavə etdim. Az gəldiyi üçün gözümə. Mən gözə iade edəcəm. Siz çəkilə də edə bilərsiniz. Belə şeker tozunu tam əridirəm. Qeyd edim ki, qazın van xoduna qoymuşam. Aşağı xodunu əridirik. Qazanı ocaqdan götürdüm. Qazanın içərisinə əlavə edirəm qovrulmuş Günə Baxan tumlarını. Çox əlavə edirəm ki, şəkəri çox, tum az olmasın. Qarışdırıram. Qarışdırdığım karameli Günə Baxan tumlarını əlavə edirəm yağlı kağızın üzərinə. Soymamış forma vermək lazımdır. Daha sonra çətin olur vermək. Yağlı kağızın arasına sərib üzərinə oxla vasitəsilə yaya bilərsiniz. Artıq konfetimiz hazırdır. Kəsirəm, servis edirəm.